Həmən dərinliyi enmək üçün nə edəcəksən? Sən sadəcə iş görməlisən. İlk öncədən cihazın özəlliyini biləcəksən, hansı metallara hansı məsafədən çəkir, hansı metallara hansı səsi, hansı rəqəmi verirsə, nə edəcəksən? Onu öyrənəcəksən, ondan sonra bir dərinlik istəyəcəksən və dəyərli metallara bu səsi verməyəcək. Bu səs qara metalların səsidir, mismar tipli metallar. 15 rəqəminə qədər, 15 rəqəmindən yüksək rəqəmlər isə gördüyünüz kimi dəyərli metallar sayılır dostlar. Yəni bu nə deməkdir? Torpaqda duruşuna görə, metalların torpaqda duruşuna görə dərinliyi dəyişilir. Bilməyənlər də bilsinlər və hədəflərin ölçüsü dostlar, yəni metalların ölçüsü nə qədər böyük olarsa, bir o qədər dərindən göstərəcək. Gördüyünüz cihaz Nocta'nın Findix Pro modeli dostlar.